Naxçıvan Dövlət Universitetində süni intellekt nəzəriyyədən praktikaya 3-cü beynəlxalq elmi konfransı keçirilib. Konferansdan öncə universitetin Memarlıq və Mühəndislik Fakültəsi tələbələrinin innovativ və texnoloji layihələrdən ibarət sərgisinə baxış olub. Beynəlxalq elmi tədbir Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Milli Süni İntellekt Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Mühəndislik, İstanbul Texniki, Qaradəniz Texniki, Cənub, İstanbul Universiteti, Cərrahpaşa, Gümüşhane və Ağrı İbrahim Çeçen universitetləri ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Universitetin rektoru Elbrus İsayev iştirakçıları salamlayaraq qeyd edib ki, süni intellektlə bağlı maarifləndirmə işində ali təhsil müəssisələrinin qarşısında mühüm vəzifələr dayanır. Rektor Prezident İlham Əliyev tərəfindən imzalanan 2025-ci il 19 mart tarixli sərəncamla təsdiq edilən Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyasından irəli gələn vəzifələrdən bəhs edərək bildirib ki, bu istiqamətdə gənclərin fundamental bilik bazasının formalaşdırılması, layihə əsaslı tədris modelinin tətbiqi və fənlər arası inteqrasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Rektor universitetdə gələcəkdə süni intellektlə bağlı yeni ixtisasların açılmasının nəzərdə tutulduğunu, bu sahədə fəaliyyət göstərəcək ofis və innovasiya məkanlarının yaradılması istiqamətində işlərin aparıldığını diqqətə çatdırıb. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Səbib Bəyli qeyd edib ki, ilkin alqoritmlər, proqramlaşdırma modelləri və süni intellekt anlayışları ilə müxtəlif yaş qrupları mərhələli şəkildə tanış olmalıdır. Onun sözlərinə görə hər yaş dövründə gənclərin hansı süni intellekt bilik və bacarıqlarına yiyələnməli olduqları aydın şəkildə izah olunmalıdır. Milli Süni İntellekt Mərkəzinin təhsil eksperti Şəhriyar Məmmədli süni intellektin təhsil sistemində tətbiqi, rəqəmsal bacarıqların inkişafı və innovativ yanaşmaların əhəmiyyətindən danışıb. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri akademik İsmail Hacıyev, Bakı Mühəndislik Universitetinin professoru Vaqif Qasımov, Türkiyənin İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin professoru Mehmet Üzel, Rusiyanın Cənub Universitetinin rektoru professor İmran Əkbərov, İstanbul Texniki Universitetinin professoru Dərya Özər Güleç və digərləri məruzə ilə çıxış ediblər. Natiqlər konfransa süni intellektin nəzəri və texniki aspektləri üzrə elmi fikir mübadiləsinin aparılması baxımından mühüm platforma kimi dəyərləndiriblər. Konfransın sonunda rektor Elbrus İsayev tərəfindən iştirakçılara plaket və təşəkkürnamələr təqdim olunub.